Salam, hər vaxtınız xeyir. Mənim dəyərli şagirdlərim. Bu gün mən sizə mürəkkəb adlarının izahını verəcəm. İmtahanda demək olar ki, bir sualınız olsa ən azı mürəkkəb adlardan olacaq. Ona görə bu izaha çox diqqətlə qulaq asaq. Mürəkkəb adlar nəyə deyilir? Mürəkkəb adlar nədir? Biz mürəkkəb adları hansı bölmədə keçirik? Sintaksis bölməsində keçirik və mürəkkəb adlar yadınızda qalsın ki, söz birləşməsi şəklində olur və mürəkkəb adlar xüsusilik daşıyır və bu adlar böyük hərflərlə yazılır. Təbii ki də burada hər bir söz böyük hərflə yazılmır və yadınızda qalsın ki, mürəkkəb adlarla xüsusi isimlər fərqli bir anlayışdır. Mürəkkəb adın tərkibində dedik söz birləşməsidir. Burada 2-dən artıq sözün birləşməsi olursa, xüsusi isimlərdə isə yalnız bir söz olurdu. Deməli, burada nələr daxil olacaqdır? Ad, soyad, təxəllüs, ləqəb bildirən sözlər buraya daxildir ki, deməli, burada bəy, oğul, qız kimi sözlər kiçik yazılır. Məsələn, Nizami Gəncəvi. Burada Nizami Gəncəvi dedikdə, burada artıq mürəkkəb adı işlənmiş olacaq və bu mürəkkəb adımızda böyük hərflə yazılır. Amma mürəkkəb adın tərkibində sizə bəy versə, oğul versə, nə bilim, oğlu sözü versə və yaxud da qızı sözü versə, bunları kiçik hərflə yazmalısınız. Aha, deməli mürəkkəb adlarda Mirzə Fətəli Axundzadə və yaxud da belə bir ifadə var. Xan qızı Natəvan. Burada xan böyük, Natəvan böyük, qızı isə kiçik hərflə yazılır. Sonra Süleyman Sani Axundov hamısı böyük hərflə yazılacaqdır. Və yaxud da Üzeyir bəy, Əbdülhüseyn oğlu Hacıbəyli. Görürsünüz, burada bəy sözü, oğul sözü köməkçi söz olduğuna görə necə hərflə yazdım? Kiçik hərflə yazdım. Daha sonra dedik ki, burada tarixi hadisələrin, dövrlərin, sülalələrin, abidələrin adı var ki, onların birinci sözü böyük hərflə yazılır. Yadda saxlayaq ki, məsələn, Azadlıq meydanı. Bunların hər birini qeyd edin. Azadlıq bir dənə böyük yazılır. Meydan sözü isə tarixi bir hadisə adı, tarixi dövr, abidə adı olduğuna görə, deməli, meydan sözünü kiçik yazırsınız. Dəmir dövrü. Burada da dəmir bir dənə böyük yazılır. Dövr sözü dedik ki, kiçik hərflə yazılacaqdır. Abidə adı deyirəm indi. Orxon, Yenisey, nə olacaq abidələri? Burada Orxon, Yenisey böyük yazılacaq. Görürsünüz, defislə yazılıbdır. Buna böyük deyirik. Sasanilər dövrü. Deməli, Sasanilər bir dənə böyük yazılır. Dövr sözü balaca yazılmalıdır. Səfəvilər sülaləsi, nə bilim, Şuşa qalası. Deyə Şuşa qalası nə olacaq? Deməli, burada Şuşa böyük yazılacaq. Qala sözü kiçik yazılmalıdır. Və yaxud da müharibə dövrləri deyirik. Hansı müharibə dövrünü deyək? Məsələn, 7 illik müharibə. 7 illik müharibə. 7 illik müharibə. Bir dənə də yazmalıyam. Niyə bunu yemişəm? 7 illik müharibə. Demək, 7 illik böyük yazılacaq. Müharibəyə kiçik hərflə yazılacaqdır. Bir dənə yadda qalsın bu. Bax, bunu qeyd kimi yadda saxlayın ki, imtahanda çox düşür. Deməli, bizdə var dövr. Bu 2 dənə dövr sözü var ki, bunu yadda saxlayın. Orta paleolit dövrü, paleolit. Gördünüz, burada ortada böyük yazılır. Paleolit sözü də böyük yazılır. Bir də dövrlər içərisində var. Son lit dövr. Yəni burada bax, sonda paleolitdə böyük yazılır. Çünki burada artıq onun hansı dövr olmasını göstərdiyinə görə, yəni siz burada ikisini də böyük hərflə yazmalısınız. Daha sonra Azərbaycan Respublikası yazırıq. Dəqiqə, Azərbaycan Respublikası necə yazılacaqdır? Təbii ki də hər biri böyük yazılır. Azərbaycan Respublikası hər biri böyük yazılır. Birləşmiş Ərəb
Əmirlikləri hər biri böyük yazılmalıdır. Naxçıvan Muxtar Respublikası deyəndə də, deməli Naxçıvan, Muxtar və Respublikası hər biri böyük hərflə yazılmalıdır. İndi gəlirik ali dövlət vəzifələrinə. Yəni vəzifə adları görək necə yazılır. Vəzifə. Birinci yazırıq Azərbaycan Respublikasının prezidenti. Burada hər birini böyük hərflə yazmalıyam. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, artıq burada Azərbaycan Respublikasının birincini də böyük yazırıq. Amma vitse sözü və prezident sözü kiçik hərflə yazılacaqdır. Yəni, yenə deyirəm, Azərbaycan Respublikasının prezidenti dedikdə bunun hər birini böyük yazın. Amma Azərbaycan Respublikasının birinci vitse-prezidenti dedikdə isə birinciyə qədər böyük yazırıq, vitse-prezident balaca. Azərbaycan Respublikasının baş naziri dedikdə başı böyük yazırıq. Amma nazir sözünü necə yazacağıq? Kiçik. Çünki başdan bir dənədir. Baş nazirdən bir dənə, nazirlər isə çoxdur deyə naziri kiçik yazın. Azərbaycan Respublikasının Milli Məclisin sədri. Bax, Azərbaycan Respublikasının Milli Məclisdən bir dənə olduğuna görə hamısı böyük. Amma sədri dedikdə sədrdən bir dənə olduğuna görə sədr sözü burada kiçik yazılacaq. Digər hamısı isə böyük yazılmalıdır. Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti. İndi isə gəlin bunlara diqqət yetirək. Vaxt getməsin deyə mən yazdım ki, vaxtınız daha çox getməsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti. Deməli, Nazirlər Kabinetindən neçə dənədir? Bir dənədir. Ona görə mən burada Nazirlər Kabineti sözünü necə yazacağam? Hər birini böyük hərflərlə yazmalıyam. Azərbaycan Respublikasının Milli Məclisi. Milli Məclisdən bir dənədir. Hər birini böyük yazıram. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi. Bundan bir dənədir. Böyük yazıram. Yeni Azərbaycan Partiyası və bunun qısaldılmış forması isə YAP-dır ki, hər birini böyük yazıram. Bir şeyi nəzərinizə çatdırım ki, əgər sözün sonunda, yəni mürəkkəb adın sonunda nazirlik verilibsə, deməli siz nazirliyi böyük yazırsınız. Amma naziri veribsə, deməli buradakı naziri sözünü kiçik yaza bilərsiniz. Çünki nazirlər çoxdur. Nazir deyəndə şəxs nəzərdə tutulur. Nazirlik dedikdə isə bunu ümumi, yəni hər hansıda bir qurum nəzərdə tutur. Ona görə siz bunu böyük və kiçikliyinə də diqqət yetirə bilərsiniz. Məsələn, Azərbaycan Respublikasının Xarici İşlər Naziri deyəndə, yenə deyirəm, naziri deyəndə kiçik hərflə yazın. Nazirliyi dedikdə isə necə yazacağıq? Böyük hərflə yazmalıyıq. Bunu da belə yadda saxlasanız sizə kifayət edəcəkdir. Daha sonra Bakı şəhər icra hakimiyyəti. Baxın, icra hakimiyyəti verib Bakı şəhər icra hakimiyyəti. Əgər qarşısına Bakı veribsə, artıq Bakıda icra hakimiyyəti bir dənə olduğunu göstərir. Buna görə də hər biri böyük yazılacaqdır. Və yaxud da Ağstafa rayon təhsil şöbəsi. Bunların hər birini, hətta şöbə sözünü belə böyük yazmalıyıq. Daha sonra burada yadda saxlayın ki, Azərbaycan Respublikasının dövlət himni. Burada da hər birini böyük hərflə yazmalısınız, çünki xüsusilik bildirir. Beynəlxalq ana dili günü. Yəni siz beynəlxalq neçə dənədir beynəlxalq ana dili günündən? Ana dili günü yazdıqda da hər birini böyük yazmalısınız. Hətta gün sözü belə böyük yazılmalıdır. Beynəlxalq qadınlar günü. Neçə dənədir bundan? Bir dənədir. Deməli, burada da gün böyük yazılır. Və yaxud da dünya Azərbaycanlıların həmrəylik günü.
Burada da hər birini bir dəfə böyük yazmalısınız, çünki xüsusilik bildirir. Və yadınızda qalsın ki, mən 20 yanvar deyəndə bunu bu cür yazsam yanlış eləmiş olacağam. Çünki 20 yanvar deyəndə sən burada artıq hərfi böyük yazmısansa, yanvar sözünü necə yazmalısan? Kiçik yazmalısan. Burada yanvar sözünə kiçik hərflərlə verməlisən. Amma mən 20 yanvar dedikdə isə burada yanvar sözünü böyük yaza bilərəm. Çünki mən bunu rəqəmlə yazmışam. Və yaxud da 8 mart dedikdə mart sözünü böyük yaza bilərsiniz. Amma 8 dedikdə bunu hərflə versəm, mart sözünü isə necə yazmalıyam? Balaca yazmalıyam. Və yaxud da 28 may deyəndə artıq may sözünü böyük yaza bilərsiniz. Çünki bunu siz rəqəmlə vermisiniz. Əgər rəqəm olursa, özündən sonra gələn ay necə yazılacaq? Böyük. Yox, siz bunu hərflə yazmısınızsa, deməli, özündən sonra gələn ayı isə necə yazmalıyıq? Kiçik hərflərlə yazmalıyıq. Daha sonra biz kitab üzərindən baxaq bir neçə sözlərə. Deməli, burada baxın, Avropa liseyi deyəndə Avropa böyük, lisey sözü isə balaca yazılacaq. Dəyanət vəqf sözü balaca, Fənlər gimnaziya sözü balaca yazılmalıdır. Şöbə sözü balaca yazılacaqdır. Nəsimə adına Dilçilik İnstitutu Terminologiya şöbəsi. Görürsüz, şöbə sözü balaca yazılır. Xüsusilik bildirənlər isə böyük hərflə yazılmalıdır. Burada adına sözü də köməkçi sözdür. Daha sonra okean sakit böyük, okean kiçik, dəniz həmişə kiçik yazılır, amma harısı dəniz olduğunda Xəzər dənizi böyük yazılmalıdır. Yəni dəniz adlarıdır, okean adıdır, çay, göl adları kiçik hərflə yazılmalıdır. Daha sonra saray balaca, saadət böyük yazılacaqdır və əməkdar sözünə diqqət yetirin. Əməkdar sözünü harda gördüksə, əməkdara qədər hər biri böyük, əməkdardan qalan isə kiçik. Baxın, əməkdar müəllim yazıbdır. Əməkdar hər zaman böyük yazılır. Azərbaycan Respublikasının əməkdar müəllimi deyəndə, yəni müəllim orada kiçik olur. Əməkdar incəsənət xadimi deyəndə əməkdar böyük, incəsənət xadimi kiçik. Yəni əməkdardan sonra gələn sözlər isə kiçik hərflə yazılacaqdır. Xalq şairi deyəndə xalq böyük, şair kiçik yazılmalıdır. Vətənə xidmətə görə orden adıdır, daha sonra medal adıdır, povest adları. Bunlar dırnaqda və böyük hərflə yazılmalıdır. Baxın, vətənə xidmətə görə vətən böyük, orden isə dırnağın çölündə kiçiklə yazılmalıdır. Bunlar dırnaq içərisində yazılmalıdır və birinci söz böyük hərflə yazılır. Ata və oğul povesti deyəndə birinci söz böyük hərflə, povest isə dırnaqdan çöldə kiçik hərflə yazılır. 7 gözəl baletidir, film adıdır, kafedir, mağaza adlarıdır. Mağaza adı hətta dırnaqda yazılmalıdır. Düzdür, Azərbaycanda biz görmürük bunu daha çox dırnaqda. Və məsələn, mineral suyu dırnaq içərisində yazılır və böyüklə yazılmalıdır. Daha sonra biz deyirik ki, Mirzədir, Hacıdır, Şeyxdir, Şahdır, Sultan, Bəyim sözləri, rütbə və titul bildirən adları isə əvvəl gələndə böyük, sonra gələndə kiçik. Baxın, Hacı Qara. Hacı sözü qaradan əvvəl gəldiyinə görə böyük hərflə yazılıbdır. Mirzə Fətəli, Nadir Şah. Şah sözü Nadirdən sonra gəldiyinə görə kiçik hərflə yazılıbdır. Amma Şah İsmail burada İsmaildən öndə gəldiyinə görə böyük yazılır. Yəni bu kimi sözlər sözdən əvvəl gələndə böyük, sonra gələndə kiçik hərflə yazılmalıdır. Bəzən isə bu sözlər bir sözün tərkibində verilir ki, bunlar mürəkkəb ad yaradacaqdır. Baxın, Ağacavad. Cavad xan desəydi, bu mürəkkəb olacaqdı, amma burada Ağacavad dediyinə görə siz burada mürəkkəb söz kimi verməlisiniz. Nəcəf bəy Vəzirov. Məsələn, burada bəy köməkçi söz olduğuna görə kiçik hərflə yazılmalıdır. Fətəli xan Xoyski xan köməkçi söz olduğuna görə kiçik hərflə yazılmalıdır. Və mürəkkəb adların ixtisara düşmə şəkli də var ki, məsələn, Yeni Azərbaycan Partiyası deyəndə bu əsasən YAP olur ki, və biz buna Yeni Azərbaycan açıqlamasını verəndə də YAP kimi verilir. Birləşmiş Millətlər Təşkilatı nə olacaq? BMT. Və biz bunu qısaltmasını və yaxud da ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti. Bunun qısaltması budur. Və yaxud da Bakı Dövlət Universiteti, bunun qısaltması budur. Yəni, biz buna uyğun şəkilçi artıranda, biz qısaltmaya uyğun şəkilçi artırmalıyıq. Biz bunun açıqlamasını verəndə universitetinin, yəni incə şəkilçi artırırıq. Amma biz bunu artıranda budunun, bu cür şəkilçi artırmış oluruq. BMT-nin, yəni bu cür şəkilçi artırmış oluruq. Biz bunu artsanda isə B, M və
T şəklində açırıq. Burada isə sonuncu inci olduğuna görə BMT-nin deyirik biz buna. Yəni biz bunun hərfin səslənməsinə görə şəkilçisini də artırmalıyıq. A, D, bu, nun şəklində şəkilçilərimizi artıra bilərik və yadımızda qalsın ki, hər birinin də qısaltmasına yer verilmir. Gəlin burada mürəkkəb adların oxunuşuna diqqət yetirək. Baxın, məsələn, Yeni Azərbaycan Partiyasının oxunuşu yazılışı yapdı və yaxud da burada bizə verilib ki, ATƏT. Biz bunu hərflərinin deyilişinə baxmalıyıq ki, necə səslənir? ATƏT. Yəni biz bunu hecaya ayıranda ATƏT kimi ayırırıq və yaxud da AMEA, AMA şəklində ayırmalıyıq. Və yaxud da BŞMŞB nə deməkdir bu? Bakı şəhər Memarlıq və Şəhərsalmanın Baş İdarəsi. Biz bunun səslənməsinə diqqət yetirməliyik. B səsi, Ş səsi, M səsi, Ş səsi, B səsi. Deməli, burada niyə uzanma veribdir? Çünki burada Ş, burada da M səsidir. İki sayt yanaşı gəlib, biri düşüb və uzanma kimi səsləndiribdir. Yəni, biz bunların hər birinin deyilişinə mütləq şəkildə diqqət yetirməliyik ki, necə səslənirlər. İndi bura diqqət yetirək. Elmlər Akademiyası EA kimi səslənir. DTX. Biz burada DTX kimi, bəzən deyirlər ki, yoldaşlarımız DTX-nın, DTX-nın. Amma biz burada DTX-nin kimi şəkilçi artırmalıyıq. Çünki burada sonuncu E incədir deyə siz buna DTX-nın deyə bilmərsiniz. Yəni siz burada incədirsə, incəliyə uyğun da şəkilçi artırmalısınız. Daha sonra burada hər şeyi dedim. Mürəkkəb adları haqqında bu qədər. Əsas odur ki, biz burada mürəkkəb adlardan nəyi öyrəndik? Bildik ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti deyəndə birinciyə qədər böyük, vitse-prezident balaca yazılır. Azərbaycan Respublikasının prezidenti deyəndə deməli hamısı böyük yazılacaq. Azərbaycan Respublikasının baş naziri deyəndə nazir balaca yazılacaq. Azərbaycan Respublikasının Xarici İşlər Nazirlik, əgər mən liklə verirəmsə böyük, amma Azərbaycan Respublikasının Xarici İşlər Naziri deyəndə nazir kiçik olur. Nazirlik olanda böyük. Azərbaycan Respublikasının əməkdar, incəsənət xadimi, əməkdara qədər dedik hamısı böyük olur, digərləri kiçik olur. Daha sonra mağaza adı dedik dırnaqda yazılır, mağazanın adı çöldə balaca hərflə yazılır. Daha sonra orta paleolit dedik ki, orta da böyük, paleolit də böyük, dövr sözü isə balaca yazılacaqdır. Daha sonra biz mürəkkəb adlardan qısaltmaları öyrəndik və qısaltmaların səslənməsinə uyğun olaraq da şəkilçilərin artırılmasını öyrəndik. Mürəkkəb adlar haqqında bu qədər. Sağ olun, salamat qalın.